Salam, hər vaxtınız xeyirli olsun. Kanalıma xoş gəlmisiniz. Coğrafiya test toplusu miqyas bölməsi üzrə suallara qaldığımız yerdən davam edirik. Sual 51. Xətti şərti işarələrlə göstərilən coğrafi obyektləri seçin. A. Meşə miqyaslıdır. Çəmən miqyaslı. Göl miqyaslı. Kolluq həmçinin miqyaslıdır. Telegüllə miqyassızdır. A. Doğru cavab deyil ümumiyyətlə. B. Dəmir yolu stansiyası. Stansiya bildiyimiz kimi miqyassızdır. Cığır xəttidir, su kanalı xətti, boru kəməri xətti. Lakin burada dəmir yolu stansiyası variantı pozur. C. Göl miqyaslı, bulaq miqyassız, bostan miqyaslıdır, tarla miqyaslıdır, neft kəməri xəttidir. C variantı doğru cavab deyil. Deyə baxaq. Göl miqyaslı, meşə miqyaslı, bataqlıq miqyaslı, əkin yeri biçənəkdə həmçinin miqyaslıdır. Doğru cavab deyil. Y-yə baxaq. Şosi xəttidir, su kanalı xətti, çaylar xətti, telekommunikasiya xətləri də həmçinin xətti şərti işarələrlə göstərilən coğrafi obyektlərdir. 51-in doğru cavabı Y variantıdır. Sual 52. Sxemə əsasən ikinci xəritənin miqyasını xətti miqyasla müəyyən edin. Gəlin birinci xəritədə həqiqi məsafəni tapaq. Deməli, həqiqi məsafənin düsturuna əsasən miqyası vuracaq xəritədəki məsafəyə. Miqyasdan 5 sıfır atanda 16 kilometr vurulsun 4 bərabərdir 64 kilometr. Daha sonra biz ikinci xəritənin miqyasını tapmalıyıq. Miqyas bərabərdir həqiqi məsafə bölünsün xəritədəki məsafə, o da bərabərdir 8 kilometr. Miqyası deməli tapdıq. İndi xətti miqyas şəklində göstərməliyik. A variantı 100 metr deyir, xeyir səhvdir. B variantında 8 metr yazılıb. Metr olduğu üçün səhvdir təbii ki, çünki kilometrdir. C-də 5 ümumiyyətlə düz deyil. D 80 kilometr deyil. Y-yə baxaq. Y-də 8 kilometr göstərilib. Xətti miqyası, bəli, doğru cavab da Y variantıdır. Keçdik 53-cü suala. İki şəhər arasındakı məsafə 1/6 milyon miqyaslı xəritədə 40 santimetrdir. Düz xətt boyunca uçan təyyarənin sürətinin 800 km/saat olduğunu nəzərə alaraq bu yolu neçə saata qət edəcəyini müəyyən edin. Gəlin biz ilk öncə həqiqi məsafəni tapaq. Deməli, həqiqi məsafə bərabərdir miqyasdan 5 sıfır atacaq, olacaq 60. Vurulsun xəritədəki məsafə 40, bu da bərabərdir 2400 kilometr. Biz həqiqi məsafəni bilirik. Təyyarənin sürətini də bilirik. Saatı tapa bilərik, zamanı tapa bilərik. Düstura əsasən gəlin tapaq. Nə edəcəyik? Məsafəni böləcəyik sürətə, yəni 2400-ü böləcəyik neçəyə? 800-ə. O da bərabərdir 3 saat. Zamanı da tapdıq. Variantlara baxırıq. D variantı doğru cavabdır. Keçdik 54-cü suala. Bir çoxları üçün çətin görünən, amma əslində asan olan politika məsələləri. Deməli, xətti miqyas verib bizə. Miqyas 2 kilometrdir. Miqyaslı xəritədə işarələnmiş ərazinin həqiqi sahəsini hesablayın. İşarələnmiş ərazi buradadır. Biz ilk öncə xəritədəki sahəni tapacaq, daha sonra həqiqi sahəni tapacaq. Xəritədəki sahəni necə tapacaq? Deməli, paletkada 1,0,25 kvadrat santimetrdir. 4,1 kvadrat santimetrdir. Yəni 4 bərabərdir 1 kvadrat santimetrə. Bir damanı da yazaq. Bərabərdir
0,25 kvadrat santimetr. İndi gəlin bütöv damaları sayaq. Görək neçə dama var. 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 bütöv dama var. 8-i 4-ə bölsək, edər 2. Deməli, bütöv damalar olacaq 2 kvadrat santimetr. Gəlin indi yarımçıq damaları sayaq. Onu da nəzərinizə çatdırım ki, 2 yarımçıq dama 1 damaya bərabərdir. Fərqi yoxdur necə yarımçıqdır, böyükdürmü, balacadamı, fərqi yoxdur. 2 yarımçıq 1 damaya bərabərdir. Deməli, 8 yarımçıq dama olacaq 1 kvadrat santimetr. 8 yarımçıq dama bərabərdir 1 kvadrat santimetr. Bunu yadınızda saxlayın. 4 damada 1 kvadrat santimetr. İndi biz gəlin yarımçıq damaları da sayaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16. 16 yarımçıq damanı biz 2-yə bölsək, edər 8 bütöv dama. 8 bütöv dama, qalan digər bütöv damaları da hesablasaq biz tapa bilərik. Deməli, 8 bütöv dama oldu. Sonra gəlin bir də sayaq. 9, 10, 11, 12, 13, 14, 15, 16. Ümumilikdə 16 bütöv damamız var və 4 dama da 1 kvadrat santimetrdir. 16 damanın neçə kvadrat santimetr olduğunu tapmaq üçün 16-nı böləcəyik 4-ə, o da bərabərdir 4 kvadrat santimetr. Deməli, xəritədəki sahəni biz tapdıq. 4 kvadrat santimetr. Miqyası da bilirik. Miqyasımız da 2 kilometrdir. Biz artıq xəritədəki sahəni tapa bilərik. Xəritədəki sahə düstura əsasən 4 vurulsun. Miqyasın kvadratı, yəni 2-nin kvadratı, o da eləyir 4. 4 4-üm 16 kvadrat kilometr. Belə, bu qədər asandır. Gəlin bir də üzərindən keçək. Deməli, 4 dama oldu 1 kvadrat santimetr. Bir damamız da 0,25 kvadrat santimetrdir. Bunu yadda saxlamaq hər zaman daha asandır. Fikirləşin ki, belə 4 bütöv dama 1 kvadrat santimetrdir. 8 yarımçıq dama yenə 1 kvadrat santimetrdir. 2 yarımçıq dama 1 bütöv damaya bərabərdir. Onu da yadınızda saxlaya bilərsiniz. Fərqi yoxdur, necə kəsilib, yəni necə olursa olsun yarımçıq damadır da bu. 2 yarımçıq dama 1 bütöv damaya bərabərdir. Misal üçün, bununla bu bir bütöv damadır, bununla bu bir bütöv damadır. Fərqi yoxdur, necə kəsilib. Belə, bunu da yazaq. 2 yarımçıq dama bərabərdir 1 damaya, 1 bütöv damaya. Belə, yəni əslində asandır, çox asandır. Deməli, cavabı tapdıq neçə? 16 kvadrat kilometr. 54-cü cavabı Y variantı. Sual 55. A məntəqəsi 50 dərəcə şimal enliyi, B məntəqəsi isə 10 dərəcə cənub enliyində yerləşir. 1/5 milyon miqyaslı xəritədə bu məntəqələr arasındakı məsafə 120 santimetrdir. Xəritədəki təhrifi və xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın. Gəlin ilk öncə verilənlərə əsasən biz həqiqi məsafəni tapaq. Daha sonra dərəcəyə əsasən həqiqi məsafəni tapaq. Sonra da təhrifi hesablayarıq. Deməli, həqiqi məsafə bərabərdir. Miqyasdan 5 sıfır ataq, edəcək 50, vurulsun xəritədəki məsafə 120, o da bərabərdir 6000 kilometr. Bu bizim təhrifli məsafəmizdir. İndi gəlin dərəcələrə uyğun təhrifsiz məsafəni tapaq. Məntəqənin biri şimalda, biri cənubdadır. Biz məntəqələrin dərəcə qiymətlərini toplayacaq. 50 dərəcə üstə gəlsin 10 dərəcə edəcək 60 dərəcə və biz deməli meridian üzrə hərəkət etdiyimiz üçün
60 dərəcəni vuracaq 111 kilometrə. Niyə? Çünki meridian üzrə 1 dərəcənin qiyməti 111 kilometrdir. 60 dərəcə vurulsun 111, 6660 kilometr. Bu da bizim təhrifsiz həqiqi məsafəmizdir. İndi gəlin baxaq görək nə qədər təhrif olunub. Nə qədər təhrif olunduğunu tapmaq üçün 6660-dan çıxacaq 6000-i bərabərdir 660 kilometr təhrif olunub. İndi 660-ı tapdıq. Başqa nə deyir? Deyir, xəritənin bu hissəsi üçün xüsusi miqyası hesablayın. İndi biz həqiqi məsafəyə, təhrifsiz həqiqi məsafəyə görə xüsusi miqyası hesablaya bilərik. Deməli, miqyas bərabərdir. Həqiqi məsafə, təhrifsiz olan 6660 bölünsün xəritədəki məsafə 120. O da bərabərdir 55,5 kilometr. Bunu da biz ədədi miqyas şəklində necə yazacaq? Ədədi miqyas şəklində yazmaq üçün təbii ki 100.000-ə vururuq. Miqyas bərabərdir 1 bölünsün 55,5-i 100.000-ə vuranda edəcək 5.550.000. Bu qədər. Bu da bizim miqyasımız. Baxaq variantlara. 55-in cavabı D variantıdır. Sual 56. Sual 56 kifayət qədər asan sualdır. Şərti işarələrin müvafiq ardıcıllığını müəyyən edin deyir. 1 enli yarpaqlı meşədir, 2 meyvə bağıdır, 3 də elektrik xətləridir. 56-nın doğru cavabı B variantıdır. Keçdik 57-ci suala. 57 də yenə şərti işarələrə aiddir. Şərti işarələrin müvafiq ardıcıllığını müəyyən edin deyir. Gəlin müəyyən edək. Bir üzümlükdür. Bu çəmənlikdir. Burada da enli yarpaqlı və qırılmış meşəni təsvir ediblər. Bu enli yarpaqlıdır, bu da qırılmış meşədir. 57-nin doğru cavabı Y variantıdır. Üzümlük, çəmənlik, enli yarpaqlı və qırılmış meşə. Sual 58. Şərti işarələrin müvafiq ardıcıllığını müəyyən edin. Deməli, bir enli yarpaqlı meşədir. Sonra buradan da cığır gedir. Burada cığır var və su quyusu var. Üçüncüdə qumluq təsvir olunub. Burada kolluqdur. Burada isə qarışıq meşədir. Variantlara baxsaq A variantı doğru cavabdır. Keçdik 59-cu suala. Şərti işarələrin müvafiq ardıcıllığını müəyyən edin. Deməli, bir də yol təsvir olunub, xəttidir. 2-də metal körpüdür, miqyassızdır. 3-də bulaq təsvir olunub, yenə miqyassızdır. Variantlar arasında baxsaq, xətti, miqyassız C variantı doğru cavabdır. Keçdik 60-cı suala. Düzgün olmayan fikri müəyyən edin. A. Yer kürəsinin kartoqrafik təsvir vasitəsilə kiçilmə nisbətini göstərən kəsrə miqyas deyilir. Bəli, A doğru cavabdır. Bizdən düzgün olmayan fikri soruşur. B-yə baxaq. Miqyas ifadə olunma formasına görə üst yerə xətti ədədi izahlı miqyaslara bölünür ifadəsi də doğrudur. C-yə baxaq. Paletka damasında bir bütöv dama 0,25 kvadrat santimetrə, 2 yarımçıq dama bir bütöv damaya bərabərdir ifadəsi doğrudur. D. Miqyasın kəmiyyəti artdıqca miqyas böyüyür ifadəsi yanlışdır. Çünki miqyasın kəmiyyəti artdıqca əksinə miqyas kiçilir. Düzgün olmayan fikir D variantıdır. Gəlin Y-yə də baxaq. Miqyasın kəmiyyəti böyüdükcə daha böyük ərazilərin təsvir imkanları artır ifadəsi də doğrudur. Deməli, 60-ın cavabı D variantıdır. Bu videoluq bu qədər. Gələn test tapşırıqlarında görüşmək üzrə hər birinizə uğurlar arzu edirəm. Sağ olun.